Salam. 23.04.2021 buraxılış imtahanı riyaziyyat suallarına baxırıq. Birinci sualdan başlayaq. V çoxluğu verilib 2, 3, 4, 5, 6. F çoxluğu verilib 3, 5, 7, 9, 11, 13. F çoxluğu minus V çoxluğu. Bu iki çoxluğun fərqini müəyyən edin. İki çoxluğun fərqini müəyyən etmək üçün F çoxluğundan V çoxluğunun elementlərini çıxarışıq. Demək, F çoxluğundan V çoxluğunun ortaq elementləri 3, 5 və salam. F'də qalanlar, bax, F'də qalanları yazarıq. 7, 9, 11, 13. Doğru cevap B variantı. İkinci sual. Düzbucaqlı üçbucaq verilib. Bucaq sayı 90 olarsa sinus alfa vurulsun kosinus alfa. Sinus alfa vurulsun kosinus alfa. Alfa bucağımız da bura verib. Sinus alfanı hesablayaq. Bərabərdir. Sinus alfa, alfa bucağının sinusu qarşı katetin hipotenuza nisbətidir. A-nın C-yə. Alfa bucağının kosinusu bərabərdir. Bitişik katetin, yəni bu B katetinin hipotenuza nisbəti. B-nin C-yə nisbəti. Getirib yerinə qoysaq, sinus alfanın yerinə A-nın C-yə nisbəti, vurulsun B-nin C-yə nisbəti, C kvadratında AB. Doğru cevap Y variantı. Üçüncü sual. Y bərabərdir. Mənfi x kvadrat plus 4x parabolası ilə y bərabərdir. 4x minus 9 düz xəttinin kəsişmə nöqtələrini tapın. Funksiyanın kəsişmə nöqtələrinin koordinatlarını hesablamaqdan ötürü bunların sağ hissələrini bir-birinə bərabər götürürük. Mənfi x kvadratı plus 4x bərabərdir 4x minus 9. Sağa keçirsək verir bizə x kvadrat minus 4x'lər hər tərəfdə var, getdi. X kvadratı minus 9 olur, bərabərdir 0. X minus 3, x plus 3 bərabərdir 0. X birimiz 3, x ikimiz isə mənfi 3 verir. Kəsişmə nöqtələrini tapın. İndi biz x'ləri tapdıq. Gətirib ya bu funksiyada, ya da ki bu birisi funksiyada yerinə yazıb y-ləri tapmaq lazımdır. Deməli, x birimiz 3 olarsa y1'i hesablayaq. Demək, mən bu ikinci tənlikdə yerinə yazacağım. 4 vur 3 çıx 9. Verir bizə 12'dən 9 çıxdı. Verir bizə 3. Deməli, bir koordinatımız 3, 3 nöqtəsidir. İkinci, x'e verəcəm mənfi 3. Y bərabərdir. 4 vur mənfi 3 çıxılsın 9. Bərabərdir. Mənfi 12 minus 9 verir mənfi 21. Demək ki, ikinci koordinatımız mənfi 3, mənfi 21 nöqtəsidir. Doğru cevap D variantı. Dördüncü sual. S'nin ən kiçik sadə ədəd olarsa, ifadəsinin düzgün kəsir olması üçün K tam ədədi hansı şərti ödəyər? S bölünsün 5 minus K. Deyir ki, S ən kiçik sadə ədəddir. Ən kiçik sadə ədəd 2'dir. Yerinə yazsaq 2, 5 minus K. Kəsirimiz bu şəkildədir. Düzgün kəsir olması üçün surət məxrəcdən kiçik olmalıdır. Yəni, məxrəc surətdən böyük olmalıdır. 5 minus K böyük olmalıdır 2'dən. Düzgün kəsir olması üçün. Mənfi K böyükdür 2 minus 5, mənfi K böyükdür mənfi 3'dən. Mənfiyə böldüyümüzə görə bu işarə dəyişəcəkdir. K kiçikdir 3'dən. K 3'dən kiçikdir. Doğru cevap A variantı.
Beşinci sual. Diagonalı 5 kök 3 olan kubun həcmini tapın. Kubun diagonalı D kub bərabərdir A kök 3. Biz bilirik ki kubun diagonalı bak bu şekilde olur. Kubun diagonalı budur da. O da düstur A kubudur. A kök 3'dür. Deməli A kök 3 bərabərdir. Kubun diagonalı verir bizə. 5 kök 3 kök 3'lər getdi. A bərabərdir 5. Kubun həcmini tapın. Kubun həcmi isə V bərabərdir A kubu. 5'in kubu verir bizə 125. Doğru cevap C variantı. Sual. A'nın ədədi silsiləsində A3 plus A7 bərabərdir 14 olarsa A5'i hesablayın deyir. A5'i ifadə etsək A1 ilə A1 plus 4'də bərabərdir. Əlimizdə olanlara baxsaq A3'i açsaq A1 plus 2'də plus A7'ni açsaq A1 plus 6'da bərabərdir 14'də. 2A1 plus 8'də bərabərdir 14. 2'ni ortaq çıxartsaq, hər tərəfi 2'yə bölsək verir bizə A1 plus 4'də bərabərdir 7'yə. Demək, A1 plus 4'nin də yerinə verir bizə A5, o da 7'yə bərabərdir. Doğru cavab 7. D variantı. Yedinci sual. Tangens mənfi 4x bərabərdir 1 bölünsün kök 3. Tangens x funksiyası tek funksiya olduğundan mənfini qarşıya keçirir. Yəni fx bərabərdir tangens mənfi x dedikdə verir bizə mənfi tangens x. Bu xəssədən istifadə edirik. Deməli, mənfi tangens 4x bərabərdir 1 bölünsün kök 3. Tangens 4x bərabərdir mənfi 1 bölünsün kök 3. 4x bərabərdir arktangens mənfi 1 bölünsün kök 3 plus pk. 4x bərabərdir arktangens mənfini qarşıya keçirdir. Tangens 1 bölünsün kök 3'e alır 30 dərəcədə. 30 dərəcəmizdə pi bölü 6 plus pk. Hər tərəfi də 4'ə bölsək verir bizə mənfi pi bölünsün 24 plus pk bölünsün 4. K da daxildir z. Doğru cevabımız mənfi pi bölünsün 24 pk bölünsün 4. Doğru cevap C variantı. 8. sual. B kvadratı plus 29 çıxılsın. B kvadrat plus 5 bərabərdir 4 olarsa B kvadrat plus 29 plus B kvadrat plus 5 bərabərdir ifadəsinin qiymətini hesablayın. Bunun sağına bir x yazsam tərəf-tərəfə vurum. Bu ifadələri bir-birinə vurum. Verir bizə 4x bərabərdir. Kvadratlar fərqi olur da bunları vuranda. A kvadratı minus b kvadratı kimi olur. Verir bizə kökdə b kvadrat plus 29 kvadratı çıxılsın. Kökdə b kvadratı plus 5'in kvadratı. 4x bərabərdir. Kvadratla kök getdi qalır. B kvadrat plus 29 çıxılsın. B kvadrat plus 5. Mütəzələri açsaq 4x bərabərdir. B kvadrat plus 29 çıxılsın. B kvadrat minus 5. B kvadratlar islah getdi. 29'dan 5 çıxanda 24. Deməli, belə bir ifadə alırıq. 4x bərabərdir. 29'dan 5 çıxanda verir bizə 24. X bərabərdir 6'ya. Deməli, bu ifadə 6'ya bərabərdir. Doğru cevabımız Y variantı. Tərəf-tərəfə vurdum.
Bunun sağına bir x yazdım. Bu ifadeler tərəf-tərəf. 9-cu sual. Kotangens alfa bərabərdir -1 olarsa kosinus kubu alfa çıxılsın sinus kubu alfa. Kosinus kubu alfa çıxılsın sinus kubu alfa. Sinus kubu alfa çıxılsın 2 sinus kvadrat alfa kosinus alfa. İfadəsinin qiymətini hesablayın. Biz bilirik ki kotangens alfa bərabərdir kosinus alfa bölünsün sinus alfa. İndi bu ifadədə hər bir həddi, baxıram burada kubdur deyə sinus kubu alfaya bölməyə. Deməli, sinus kubu alfa hər birini sinus kubu alfaya bölürəm. Sinus kubu alfa bərabərdir. Birinci ifadədə verir bizə kotangens kubu alfa. Çıxılsın. Sinus kubunu sinus kubuna böləndə verir bizə 1. Sinus kubunu sinus kubuna böldük. Verdi bizə 1. Çıxılsın. Sinus kubundan kvadrat getizlə qalır kosinus alfa bölünsün sinus alfa. O da verir bizə kotangens alfa. Qarşısında olur 2 kotangens alfa. Bərabərdir. Mən bu kotangens alfanın yerinə 1 yazışam. Bax, bu ifadəni yazışam. -1 yazışam. Verir bizə belə. -1'in kubu. Bax, kubda axı. -1'in kubu çıxılsın 1. 1 çıxılsın 2 vurulsun kotangensin yerinə. -1 yazıram. -1'in kubu -1 minus 1. Verir bizə -2. Bu da verir bizə 1 çıxılsın, -2'ni -1'ə vuranda müsbət 2, məxrəcimiz də verir bizə 3. Doğru cavabımız -3/2 D variantı. Demək, kotangens verildiyinə görə hər tərəfi sinus kubuna böldüm və ifadəni sadələşdirdim. Kotangensin qiymətini yerinə yazdım. 10-cu sual. Sual. Bərabərliklərdən neçəsi doğrudur? Bu doğru değil. Bu doğru değil. Doğru değil. 2 ilə 3 doğrudur. Kökdə -81'dən çıxır 9i. Doğrudan da kvadrata yüksəlsək 9i'ni. 9i'ni kvadrata yüksəlsək verir bizə 81. I kvadratı da verir bizə -1. Yekun cavab -81 edir. Doğrudur bu. Sonra kökdə 25'də 9 bərabərdir 5'də 3. İki ifadə doğrudur. Neçəsi doğrudur? A variantı. Birinci sual. Fx bərabərdir 2x sinus 2x minus 3 funksiyasının törəməsinin x bərabərdir pi böl 4 nöqtəsində qiymətini hesablayın. Yaxlaşımıza törəmə düşmür, amma yenə də izah verək. Törəməsini istəyir bizdən. Birinci hasilin törəməsi kimi gedirik. 2x'in törəməsi vurulsun sinus 2x plus 2x vurulsun sinus 2x'in törəməsi çıxılsın 3'ün də törəməsi verir bizə 0. Çıx 3'ün törəməsi. Bu ayrılıqda verir bizə 0. 2x'in törəməsi verir bizə 2. Sinus 2x plus 2x qalır. Sinus 2x'in törəməsi verir bizə 2 kosinus 2x. 2 kosinus 2x. X'in de yerine pi böl 4 yazsaq. 2 vurulsun sinus 2 vurulsun pi böl 4 plus 2 vurulsun pi böl 4
vurulsun 2 vurulsun kosinus 2 vurulsun pi bölü 4. Pi bölü 4 ixtisar aparsaq 2 ilə qalır burada nə? 2 vurulsun sinus pi bölü 2 plus 2 vurulsun pi bölü 4 vurulsun 2 vur kosinus pi bölü 2. Kosinus 90 derecede 0 olduğuna göre bu ifadenin ümumilikdə 0'a bərabərdir. Qalır burada 2 vurulsun sinus pi bölü 2. Sinus pi bölü 2 ifadenin qiyməti 1 alır. Çünki 90'da 1 alır. 2'ni de 1'e vuranda 2. Bu ifadenin de yerine 0 yazırıq. Doğru cevabımız 2. Y variantı. 12. sual. İki oxşar çoxbucaqlının perimetrləri 70 və 80-dir. P1'imiz bərabərdir 70'ə, P2'miz bərabərdir 80'ə. Birinci çoxbucaqlının bir tərəfi 14 olarsa, A1 14 olarsa, ikinci çoxbucaqlının uyğun tərəfini hesablayın. A2'ni bizdən istəyir. A2'ye de bir x yazsaq, biz bilirik ki, perimetrlərin nisbəti, tərəflər nisbəti bərabərdir. Deməli, P1'in P2'ye nisbəti bərabərdir A1'in A2'ye nisbəti. Getirib bu nisbətləri yerinə yazsaq, demək, olur 70'in 80'ə nisbəti bərabərdir 14'ün x-ə nisbəti. İxtisarlarımızı aparsaq, 7x bərabərdir 8 vur 14. 14 ilə 7 getdi. Qalır burada 2x bərabərdir 16'ya. Doğru cevabımız 16. A variantı. On üçüncü sual. Çevrenin merkezi O nöqtəsi. AOD 110. AOD. Bura 110 derece. DOS 100 derece. DOS 100 derece. BOS 80 derece. Burada 80 derece olarsa AOB bucağını tapın. Biz bilirik ki tam bucaq 360 derecedir. Bundan da diğer bucaqların cəmini çıxacaq. Plus 110 plus 100 plus 80 bərabərdir 360 minus 210 290 bərabərdir. Verir bize 70 derece. Doğru cevabımız B variantı. On dördüncü sual. A parametrin hansı qiymətində tənliyinin həlli yoxdur? AX plus 15 bərabərdir 0. AX bərabərdir mənfi 15. Tənliyin həll olmaması üçün x bərabərdir B tənliyinin həll olmaması üçün A 0'a bərabər olmalıdır. B fərqli 0 olmalıdır. Deməli, x'in qarşısındakı 0'a bərabər olsa, tənliyin həlli olmayacaqdır. A bərabərdir 0 olduqda. 15. sual. Yirmi üstü S 2 üstü S plus 2S plus 1 vurulsun 5 üstü S minus 1 ifadesinin qiymətini hesablayın. 20'ni sadə vuruqlara ayırsaq 2 vur 2 vur 5'dir. 20 yəni 2'nin kvadratı vurulsun 5 üstü 1'dir. Deməli olur bu 2'nin kvadratı 20 üstü S'ni də parçalasaq 2 üstü 2S vurulsun 5 üstü 1S kimi ifade edə bilərik. Bu da 2 üstü 2S plus 1 vurulsun 5 üstü S minus 1. Kəsr xətti bölmə əməlini əvəz edir. 2 üstü 2S'ni 2 üstü S plus 2S plus 1'ə bölsək qüvvətləri çıxaşıq. 2 üstü 2S minus 2S plus 1 vurulsun 5 üstü S çıxılsın S minus 1 bərabərdir.
Mürtəzələri qaldırsaq, 2 üstü 2s çıxılsın 2s çıxılsın 1, vurulsun 5 üstü s çıxılsın s plus 1 bərabərdir. 2 s'lər islah getdi, qaldı 2 üstü -1, vurulsun s'lər islah getdi, qaldı 5 üstü müsbət 1. 2 üstü -1'i verir bizə 2'də 1, 2'də 1'i də 5'ə vuranda verir bizə 2/5. Doğru cevabımız 2/5. On altıncı sual. İdman malları mağazasında Əbdurrahman hər birinin qiyməti 600 manat olan velosiped satışını həyata keçirdir. 2 velosiped alana ikinci velosiped üçün 80% indirim edir. Amid 2 velosiped aldıqda neçə manat ödəyər? Deməli, velosipedinin qiyməti bir velosiped 600 manatdır. İkincini artıq alanda 80% indirim edir. 100%'dən çıxırıq 80%'i, qalır 20%. 600'ün 20%'ini tapırıq. Vur 20 böl 100. O da verir bizə 120. Xısar getdi, qaldı 120. Deməli, bu 2 velosiped alır. Birinci velosipedini nağdı 600 manat veribdir. İkinci velosipede isə 120 manat vermişdir. Toplam 600 plus 120. Ümumi bu 2 velosipedə verib bizə 720 manat. ...720 manat pul vermiştir. Doğru cevabımız 720 manat. 17. sual. Loqaritma 2 əsasdan 72 çıxılsın loqaritma 2 əsasdan 7 vurulsun loqaritma 7 əsasdan 9 ifadəsinin qiymətini hesablayın. Bu ifadəyə baxsaq 7 ilə 7 gedir. Belə bir ifadə alınır. Loqaritma 2 əsasdan 72 çıxılsın loqaritma 2 əsasdan 9. Loqaritmik ifadələrin əsası eynidirsə, əgər çıxma əməlidirsə, biz loqaritmalı ifadələri bölürük. Olur belə. Loqaritma 2 əsasdan 72 böl 9. Bu da verir bizə loqaritma 2 əsasdan 8. O da bərabərdir. Loqaritma 2 əsasdan 8 2'nin kubudur. 3'ü 1'ə bölüb qarşıya keçirdirik. Olur 3 loqaritma 2 əsasdan 2. Loqaritma 2 əsasdan 2 də verir bizə 1. 3 dəfə 1'ində 3. Yekun cavab 3. 18. sual. X kvadrat minus 6x plus 5 kiçik bərabərdir 0. Bərabərsizliyinin natural həllər cəmini istəyir. Biz vuruqlara ayırsaq x minus 5, x minus 1 kiçik bərabərdir 0. X birimizi 5, x ikimizi də 1 qeyd etsək, ədəd oxunda demək içi doludur. 1, içi dolu 5. İntervallara ayırsaq, demək 5'dən böyük qiymətlər 1'dən kiçik 0 yazsaq, müsbət, mənfi, müsbət. Ədəd aralıqlarda sınaq nümunələri qoyub işarələri müəyyənləşdiririk. Bizdən kiçik istədiyinə görə, 0'dan kiçik aralığı istədiyinə görə deməli olur 1-5 aralığı. Natural həllərinin cəmini istəyir. Bu aralıqda natural qiymətlər, yəni x hansı qiymətləri alır? 1'i alır, 2'ni alır, 3'ü alır, 4'ü alır, bir də 5'i alır. Bunların da cəmini hesablasaq,
verir bize 15. Doğru cevabımız 15. 19. suala baxaq. Bax bu ifadədə 15 üstü y, üstə gələk 15 üstü y, üstə gələk 15 üstü y. Aşağıda 3 üstü y plus 3 üstü y plus 3 üstü y plus 3 üstü y plus 3 üstü y. Necə saydadır? 5 saydadır. Bərabərdir 375. Surətə baxsaq, 15 üstü y-dən var sayı 3 saydadır da 15 üstü y. Aşağıda da 5 sayda 3 üstü y var. Bərabərdir 375. 15 üstü y, bax bu 15 üstü y parçalasam mən belə alınır. 3 vurulsun, bu 3 qalır. 15 üstü y yazdıram. 3 üstü y vurulsun. 5 üstü y kimi yazıram? Burada da 5 vurulsun 3 üstü y bərabərdir 375. 3 üstü y'lər ixtisar getdi. Demək 5'i 375'e vurduq. 3 vurulsun 5 üstü y bərabərdir 5 vurulsun 375. 375 ilə 3 ixtisar getdi. Qalır belə. 5 üstü y bərabərdir 5 vurulsun 125. Demək, buradan da olur 5y bərabərdir. 5'i 125'e vursaq verir bizə 625. 625. 5 üstü y bərabərdir. 625'də 5 üstü 4. Demək ki, burada əsaslar bərabərdir. Y də bərabərdir 4'ə. Tənliyi həll edin deyir. Y-imiz də bərabərdir 4. Doğru cevabımız bu. 20. sual. Müstəvini kəsməyən AB parçasının ucundan müstəvi götürək. Müstəvini kəsməyən AB parçası. AB parçasının ucundan və M orta nöqtəsindən A1, B1, M orta nöqtədir, M1, paralel düz xətlər çəkilmişdir. AA1 paralel düz xətlər çəkilmişsə, bax bunlar müstəvi perpendikulardır. AA1 8. Verib bizə bura 8. MM1 11 olarsa BB1 parçasının uzunluğunu istəyir. X-i soruşur. Mən bu figuru çevirsəm belə bir düz bucaqlı trapezi görəcəm. Bax belə bir. Demək bura 8 verib. Bu da orta xəttir. 11. Buradan X istəyir. Trapeziyanın orta xətti bərabərdir. Bilirik ki, orta xətt oturacaqlar cəminin yarısıdır. Deməli, 8 plus x bölü 2 bərabərdir 11'ə. 8 plus x bərabərdir 22. X bərabərdir, verir bizə 14. Deməli, B1 bərabərdir 14'ə. Birinci sual. Daxili bucaqların cəmi 1080 olan qabarıq çoxbucaqlının neticə tərəfi var. Daxili bucaq cəmi düsturu 180 vurulsun M-2'dir. Deyir ki, ümumi 1080 dərəcədir. 180'i böldükdə M-2 bərabərdir 6'ya. 180'e böldükdə verir bizə 6. N də bərabərdir 8'ə. Demək ki, bu figurumuz 8 bucaqlıymış.
22-ci sual. Oturacağının radiusu 5 olan konusun ox kəsiyinin düzbucaqlı üçbucaqdır. Konusun tam səthinin sahəsini istəyir. Demək, konus çəkək. Oturacağının radiusu 5'dir. Konusun ox kəsiyi düzbucaqlı üçbucaqdır. Ox kəsiyi deyəndə bu başa düşürük də belə bir fiqurdur. Biz bilirik ki, bax bu konusun bütün doğuranları bərabərdir. Deməli bu A burada nədir? Düzbucaqlı üçbucaqdırsa A kök 2'ye bərabərdir. Radiusumuz 5'dirsə, onda bax bu hissə üçbucağın hipotenuzu 5'i 2'ye vururuq, ona bərabərdir. Deməli bu hissə ona bərabərdir. A kök 2 bərabərdir 10, A bərabərdir 10 bölünsün kök 2. Bunu da kök 2'ye vursaq sürət və məxrəci verir bizə 5 kök 2. Bizdən konusun tam səthinin sahəsini istəyir. Və konus S tam. S tam bərabərdir konusda. S yan üstə gələk S oturacaq. Oturacağımız konusun yan səthinin sahəsi. Gəlin birinci S yanı tapaq. Bərabərdir. S yan pi r l-a bərabərdir. Pi radiusumuz 5. L-i də tapdıq 5 kök 2. Bu da verir bizə 25 kök 2 pi. 25 kök 2 pi. S oturacağı isə radiusumuz 5'dir. Pi r kvadratıdır. O da verir bizə pi vurulsun 5'in kvadratı. O da verir bizə 25 pi. Konusun tam sətin sahəsində hesablasaq, yan sətinin üzərinə 25 kök 2 pi üstə gələk 25 pi. Buradan da 25 pi'ni ortaq çıxartsaq qalır kök 2 plus 1. Deməli ikinci cavab 25 pi vurulsun kök 2 plus 1. 23-cü suala baxaq. Sahəsi 108 olan trapeziyanın oturacaqlarından biri hündürlüyündən 3 cm böyük, digəri isə 9 cm kiçikdir. Trapeziyanın hündürlüyü neçə santimetrdir? Trapeziya çəkək. Trapeziyanın oturacaqlarının biri hündürlüyündən 3 cm böyük. Hündürlüyü bir h ilə ifadə etsək. Deməli, bir oturacağı h plus 9'dur. Trapeziya oturacaqlarından biri hündürlüyündən 3 cm böyük, digəri isə yox, biri h minus 9'dur, biri də h plus 3'dür. Deməli, bura olur h minus 9, kiçik tərəfdə axı. Burada h plus 3. Sahədə 108'dir. Biz bilirik ki, trapeziyanın sahəsi A plus B bölü 2 vurulsun hündürlükdür. Demək, yerinə qoysaq A'nın yerinə h minus 9 üstə gələk B'nin yerinə h plus 3 bölünsün 2 vurulsun h bərabərdir. Ümumi sahə verib bizə 108. Sadələşdirsək, verir bizə 2h çıxılsın 6 bölünsün 2 vurulsun h bərabərdir 108. Bu ifadəni 2'ye bölsək, bax bu ifadəni, olur belə h minus 3 vurulsun h bərabərdir 108. Bu ifadəni də kvadrat tənlik kimi də həll edə bilərsiniz. H kvadrat minus 3h çıxılsın 108 bərabərdir 0. Buranda mənfi 108 toplayanda 3 olan ədəd
Deməli, vuruqlara ayırsaq olur h minus 12, h plus 9 bərabərdir 0. H bərabərdir 12. Biz hündürlüyü istəyirsə, trapesiyanın hündürlük bərabərdir 12-yə. 24-cü sual. Torbada bir neçə qara sayını bilmirik. N ilə ifadə edirik. Sarı 3, mavi 5 kürəcək var. 5 sayda kürəcək var. Çıxarılan kürəciyin qara və ya mavi olması ehtimalı 0-dan %75-dir. Qara və ya. Ümumi çıxarılan kürəciklə mümkün hal sayı n plus 8-də, qara olması n və ya deyirsə toplayırıq. N plus 8-də mavi olması, mavi 5-dir. Ehtimal 0-dan %75-dir. Deməli, n plus 8-də n plus 5 bərabərdir 4-də 3-ə. Çarpaz vursaq, 4n plus 20 bərabərdir 3n plus 24. Sola keçirsək, n bərabərdir 4-ə. Qutuda olan qara kürəcəklərin sayı ilkin cavab 4. %25-ci sual. Cədvəldə ingilis dili kursunun ümumi biliklər IELTS qruplarında iştirak edən qız və oğlanların sayı verilmişdir. IELTS qrupundakı qızların sayı ümumi qrupdakı oğlanların sayının hansı hissəsini təşkil edir? IELTS-dəki qızların sayı. Qızların sayı x-dir. Ümumi biliklər qrupundakı oğlanlar sayının 3y hansı hissəsini təşkil edir? Demək, ümumi biliklər deyəndə 3y plus 6x bərabərdir 90. IELTS qrupu deyəndə y plus x bərabərdir 20. Birinci tənliyi 3'ə vuraq hər tərəfi. 3y plus ikinci tənliyi 3'ə vuraq 6x bərabərdir 90. İkinci tənliyi 3'ə vursaq verir 3y plus 3x bərabərdir 60. Tərəf-tərəfə çıxsaq 6x-dən 3x çıxdıq verdi bizə 3x, 90-dan 60 çıxdıq 30, x bərabərdir 10. X 10'dursa y də 10'dur. Y də bərabərdir 10. Gətirsək yerinə yazsaq, x-imizi tapmışıq 10, y-imizi də tapmışıq 10, 3 vurulsun 10. Onlar ixtisar getdi. İlkin cavabımız oldu 3'dən 1. Onlar da ixtisar apardıq. 3'də 1. Doğru cavabımız 3'dən 1. Bu qədər.